Milli Məclis Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısının genişləndirilməsini son oxunuşda qəbul edib. Bununla bağlı əmək pensiyaları haqqında qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, əmək pensiyaları haqqında qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara, qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq. Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur. Qanuna digər bir dəyişikliklə isə Azərbaycanda mülki aviasiyada uçuş və uçuş sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasının müəyyənləşdirilməsinin Nazirlər Kabinetinə həvalə edilməsi təklif olunub.